Ağalam, İmam Hüseynimizi unutmuşuq. Yox. Susuz bədən Hüseyn var. Qolsuz bədənimiz gəlib, qazilərimiz qolu yoxdur, çası yox. Elə onlar canlı şəhiddirlər də. Şəhidlərimizin şahidləridir. Allah qazilərimizə də can sağlığı versin. Başsız bədənimiz gələn evlatlarımız var, mən 40'ını tanıyıram. Amma anaları bilmir. Mən 40'ını tanıyıram. Onlara, yəni onlar Hüseyin Vaydılar da. İmam Hüseyinləri unutmadığımız kimi Azərbaycan da bu 3000 şəhidini unutmayacaq. O günü həmişə əşərlər ağlamışam. Ağlamayacam, İmam Hüseyin hesab ağlayacaq. Elə gəlsin, hədə olsun. Bəlkə biz ona sıxacı bağışlarıq. Atası da həmişə qazansın. Dedi fəxr elə, Allah təala ola bilsin ki, məni İmam Hüseynin yanına apardı. Axırıncı baş sözü bu olub, mənimlə danışıb. Televizyonda səndən nə gizlədim, oğlun şəhid olub. Hər döyüşə də girəndə demiş, gedirəm İmam Hüseynin yanına. Verdim oğlum İmam Hüseyinə də, bağışladım onlara. Atam bizim bu da yatırdı. Olmamalı. İmam Hüseyin'den artıq döyür ki, gedəcək də bir gün tez bir gün. Bir də ki, İmam Zamanın anamı çıxardı. Bizcə gələk. Bəzi mundar insanlar silək deyə bu dünyanı. İmam Hüseyin tərəfdarıydı. İmam Hüseyinin aşıqıydı. Həm Kərbəla ziyarətində, həm Məşəd ziyarətində olub. 3 gün 3 gecə İmam Hüseyinin ziyarətinə gedib, ərbəyin vaxtı. Ya Hüseyin deyə də irəli gedirdilər. Biz Hüseynin adından qorxmamalıyıq. Hüseynin adından qorxaq olur. Hüseynin adıyla irəli gedən şəhid olur. Vətən torpağına bir ildir vermişim. Mən bir ildə onun qəbrinə getməmişim. Əlimi qoydum onun sinəsinə. Dedim, mən birinci şəhidi ziyarət eləməmiş, sənə gəlməyəcəm. Mən İmam Hüseyini ziyarət eləməmiş, elçinin qəbrinə getməyəcəm. Mənim oğlum İmam Hüseyinə qurban. İmam Hüseyin Quranı yer üzünə gətirdi. Mənim oğlum vətənin ağ qırmızı bayrağını gətirdi. Dünyaya gələndə ağam əvvəlcə nekar etmişdim. Gələn günü. Mən bilmədim belə testlərə söz yağasını görüşürlər. Yüzünə olsun oğul. Hakkım halalın olsun. Ağamız İmam Hüseyin'e belki salamımızı diledik. Biz bura gələndən biz İmam Hüseyin eşqiyle Allah təkbir deyərək həmd olsun Allah'a ki bu zəfərə nail oldu. Mübariz Allah'ın izniyle çalıbdır zəfəri ki Əli məktəbinin olmuş əzəldən təməli. Əli eşqiyle gedib məhv elədi 100 nəfəri. Göstərdi düşmənə əlbət hələ biz ölməmişik. Deyir ruhuna rəhmət hələ biz ölməmişik.